Siyasətin izahlı lüğəti efirdədir. Azərbaycan D9-da qalib ölkə kimi təmsil olunmaqla nüfuzunu daha da möhkəmləndirəcək. D9 təşkilatının yaradılmasında əsas məqsəd nə idi? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. D9 təşkilatı 1997-ci ildə İstanbulda yaradılmış və məqsədi iqtisadi əməkdaşlığı gücləndirmək, müsəlman ölkələrinin beynəlxalq arenada birgə fəaliyyətini təşviq etmək olmuşdur. Təşkilatın üzvləri Bangladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə əsasən inkişaf etməkdə olan böyük müsəlman ölkələrdir və iqtisadiyyat, enerji, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq etməyi hədəfləmişlər. Bu təşkilatın əsas məqsədlərindən də biri öz ölkələr arasında ticarət maneələrini azaltmaq, texnologiya mübadiləsini asanlaşdırmaq və iqtisadi inkişafı sürətləndirməkdir. Həmçinin təşkilat beynəlxalq sistemdə inkişaf etməkdə olan müsəlman ölkələrinin təsirini gücləndirmək və qərar qəbul etmə proseslərində daha çox təsir qazanmaq üçün bir platforma yaratmağa çalışır. Təşkilatın fəaliyyəti yalnız iqtisadiyyatla məhdudlaşmır, mədəni və sosial sahələrdə də əməkdaşlığı gücləndirmək, ortaq dəyərləri qorumaq üçün təşkilat çalışır. Bu yanaşma xüsusilə qlobal çağırışlar zamanı həmrəylik və digər fəaliyyətin əhəmiyyətini artırır. Azərbaycan da onu da qeyd etmək istərdim ki, ölkəmiz də 2024-cü ildə D9 təşkilatına daxil olmuşdur. Onu da əlavə etmək istərdim ki, 2024-cü ildə Azərbaycanın təşkilata daxil olması ilə təşkilat D8-dən D9 təşkilatına çevrilmişdir.